Canlılar və cansızlar. Bizi əhatə edən hər şey təbiət və ya ətraf mühit adlanır. Təbiət iki qrupa bölünür. Birinci qrupa canlılar, ikinci qrupa isə cansızlar aiddir. Canlı təbiətə insanlar, heyvanlar və bitkilər aid edilir. Canlılar cansızlardan fərqli olaraq nəfəs alır, qidalanır, yəni yeyir, içir, böyüyür, inkişaf edir, çoxalır və məhv olur. İnsanları digər canlılardan fərqləndirən daha ağıllı olmaları və danışa bilmələridir. Canlılara yaşamaq üçün günəş, su, hava, torpaq, yəni ev və qida lazımdır. Günəş bütün canlılara lazım olan işıq və istiliyi verir. Su isə bütün canlı növləri üçün həyat mənbəyidir. Təbiətdə mövcud olan varlıqlar da iki cürdür. Təbii varlıqlar, süni varlıqlar. Təbii varlıqlar təbiətdə mövcud olan varlıqlardır. Məsələn, günəş, dağ, ulduzlar, çaylar, daş, ay, bulud və s. Süni varlıqları isə insanlar yaradır. Təbii və süni varlıqların fərqinə bu nümunə ilə baxaq. Günəş təbii varlıqdır. İnsanlar günəşin olmadığı zamanlarda qaranlıqda qalmamaq üçün şam hazırlayıblar. Şam isə günəşdən fərqli olaraq süni varlıqdır.